Türk millətinin tarixində Kürşad üsyanı qəhrəmanlıq, azadlıq, itaətə boyun əyməmə simvoluna çevrilib. Kim idi Kürşad? Və ya kim idi 40 nəfər igidlə Çin sarayına hücum edən şahzadə? Bu üsyan niyə planlaşdırılmışdı? Tarixi mənbələrdə və əsərlərdə adı Kürşad kimi çəkilən şahzadə 621-ci ildə Çinli arvadı İçin Xatun tərəfindən zəhərlənib öldürülən Şərqi Göytürk dövlətinin xaqanı Çuluq xaqanın kiçik oğludur. Çuluq xaqanın ölümündən sonra onun qardaşı Bağatur Şad Qara xaqan adını qəbul edərək dövlətə başçılıq edir. O rəhmətə gedən qardaşının Çinli arvadı ilə evlənərək ötügəndə türklər arasında narazılığa səbəb olur. Bu dövrdə Göytürklər Çinlilər və Uyğurlarla müharibə aparırdı. Digər tərəfdən isə İçin Xatun ötügəndə ağır vəziyyətdə yaşayan Çinlilərə dəstək verir, onların varlanmasına səbəb olurdu. Müharibə və ötügəndə yaranmış vəziyyət dövləti zəiflədir və 629-cu ildə Çinlə aparılan müharibədə tələyə düşərək məğlub olurlar. Bu məğlubiyyət Şərqi Göytürk dövlətinin süqutu ilə nəticələnir. Dövlətin başçısı və 10 minlərlə türk əsir alınaraq Çinin paytaxtına aparılır. Burada türklər ağır vəziyyətdə yaşamağa başlayırlar. Türklər Çin dövləti tərəfindən təyin edilən Sirba xaqanın hakimiyyətini tanımırdılar. Türklərin assimiliyasiya etmək istəyən Çin dövləti türk zabitlərini orduda vəzifə versə də məqsədlərinə nail ola bilmədilər. Türklər müstəqilliklərinə qovuşaraq yenidən dövlət qurmaq üçün fürsət gözləməyə başladılar. Göytürk şahzadəsi Kürşad da Çin ordusunun zabitliyi vəzifəsini icra edirdi. Əsarətin 5-ci ilində Qara xaqan vəfat edir. 639-cu ildə Kürşad vəziyyətin daha da pisləşdiyini görərək 40 nəfər silahdaşı ilə üsyana qalxmaq barədə qərar qəbul edir. Saray ordusuna xidmət etdiyi üçün imperatorun axşamlar paltarını dəyişərək şəhər küçələrində gəzişdiyini bilən Kürşad onu əsir götürərək sarayda girov saxlanılan türkləri əsirlikdən azad edərək ötügənə qayıtmaq və yeni bir dövlət qurmağı planlaşdırırdı. Dövlətin xaqanı Urqu Təkin olmalı idi. Əgər 40 nəfərlik dəstənin planı uğurla nəticələnsə, türk soyu əsirlikdən xilas olacaq, plan baş tutmasa da tökülən qanlar geridə qalanların vəzifələrini xatırladacaqdı. Planda eyni zamanda imperatorun əsir götürülərək ötügənə aparılması, Çində əsir qalan bütün türk tayfaları ilə dəyişdirilməsi nəzərdə tutulmuşdu. Amma üsyan gecəsi Çində leysan yağışları yağmağa başladı və imperator sarayı tərk etmədi. Planı təxirə salmağı özünə sığışdırmayan Kürşad 40 nəfər igidlə saraya hücum etməyi və imperatoru sarayda əsir götürməyi qarşısına məqsəd qoydu. Qılınclarını çəkən türk igidləri saraya hücum etdilər. Yüzlərlə Çinli əsgəri öldürsələr də hadisə orduya bildirilmişdi və minlərlə əsgər saraya doğru hərəkətə keçdi. Göytürklərin bir çoxu sarayın içərisində həlak oldu. Sağ qalanlar isə Kürşadın rəhbərliyi altında Veya çayına doğru qaçmağa başladılar. Onların məqsədi çayı keçərək ötügənə qaçmaq idi. Amma leysan yağışları çayda daşqına səbəb olmuşdu və dəstənin onları təqib edən Çin ordusu ilə savaşmaqdan başqa çarəsi qalmamışdı. Minlərlə Çinli əsgərin hücumu nəticəsində Kürşad da daxil olmaqla üsyana qalxan bütün türk əsgərləri şəhid oldu. Bu üsyandan qorxuya düşən Çinlilər paytaxtdakı bütün əsirləri azad etmək məcburiyyətində qaldılar. Göytürklər 43 il dağınıq formada yaşamağa başladılar. Bəzi türklər yenidən dövlət qurmağa cəhd etsələr də bu cəhdlər uğursuzluğa düçar oldu. Amma 682-ci ildə Bozqurd başlı sancaq təkrar havaya qalxdı və İltəriş xaqan ilə birgə Tanyuq 2-ci dövləti qurdular.